Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli akademiyanın 80 illik yubileyi çərçivəsində ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Hong Kong Kore Akademiyasının İcra Şurasının üzvü professor Li Lei, baş katibliyin icraçı müavini professor Raymond Wu, idarə heyətinin üzvü professor Ying Sang Geng və katibliyin assistenti Liu Lianzi ilə görüşüb. AMIA'nın riyasət heyətində baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli qonaqları salamlayıb, Hong Kong Kore Akademiyası ilə artıq bir neçə ildir sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, akademiyanın 80 illik yubileyində iştirak onlar üçün də faydalı olub və AMIA'nın yığıncağında iştirak edən 20-yə yaxın ölkənin akademik qurumları ilə əməkdaşlıq imkanları yaranıb. Birgə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyən akademik İsa Həbibbəyli Hong Kong Kore Akademiyasının təklifləri ilə tanış olduğunu, humanitar və ictimai elmlər, eləcə də süni intellekt istiqamətində əməkdaşlıq edilə biləcəyini söyləyib. Sonra çıxış edən Çin Xalq Respublikasının Hong Kong Kore Akademiyasının İcra Şurasının üzvü professor Li Lei, yanın 80 illik yubiley yığıncağına dəvətə görə minnətdarlığını bildirib və tarixi anlara şahidlik etdiklərini söyləyib. Professor AMIA ilə Hong Kong Kore Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanmasını dəstəklədiklərini deyib və yekun sazişin üzərində işləyəcəklərini vurğulayıb. Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Leyli Naimin qızı Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.